Salam əziz izləyicilərim, xoş gəldiniz Xatirə mətbəxə. Mən bugün umaç halvası hazırlayıram. Bu ayda Məhərrəm ayında mən demək olar ki, neçə dəfə İmam İsanı hazırlayıram. Halva, külçə, halva, yuxa. İndi də tək halva hazırlayıram. Sizinlə bölüşürəm umaç halvası. Yarım kiloqram yağın umaç halvasını hazırlayıb dəqiqliyi ilə də reseptin sizə yazacağım. Deməli, undur, ələnmiş undur, hardasa bir 200 qramlıq stəkanla 7 stəkan. Ona su əlavə edirəm, ya süd, ya su, hansını istəsəz eləyə bilərsiniz. Umac əlimlə hazırlayıram, elə belə iri-iri də, yəni qarışdırıram. Sonra tökürəm onu qəşəng blenderda umac halına gələnə qədər hazırlayıram. Umacı hazırlayandan sonra umacı undan ayırıram. Nə qədər olmuyor, belə yarım stəkan da olsa umacda un qalır. Ona görə də o unu da ayırıram. Tərtəmiz umacı mən yağın üzərinə əlavə edirəm, qovururam. 1 kiloqram şəkər tozu, bir də hardasa bir ovuc, yarım stəkan da artıq. 1 kilo şəkərdən yarım stəkan artıq. 1 litr də suya əlavə eləyirəm, qoyuram qəşəng şirə bişsin. Çünki şirə soyuq olmalıdır, halva isti. Necə ki, paxlavanı həmişə deyirik, isti olmalıdır, şərbəti soyuq, halva da elədir. Yarım kiloqram çərəyağını əlavə edirəm tavaya, qəşəng əriyir. Umacı undan ayırandan sonra əlavə edirəm tavaya, qovururam. Vamxodda qovururam, çünki halvanı vamxodda, yəni asta xodda eləyirsən ki, belə qovrulub, iti xodda qovrulsa, un yanığının iyi gəlir. Ona görə də az dərəcədə qoyuram qəşəng, özü üçün qovrulur. Gördünüz, qovrulub, rəngi dönüb, qızılı rəng olub, sarı kökünü də əlavə elədim. Duzum görmədiniz, siz bilmirəm, düşüb, düşməyib. Bir çimdik duz halallığa hökmən nə üçün çalırsan, onu niyyət eləyib, duzu əlavə eləyirəm. Hazırdır, rəngindən də görürsünüz, yağa düşür, belə yumuşalır, halvanı rahat qarışdırırsan, rəngindən də bilirsən. Şirəni əlavə edirsən, şirəni də o qədər belə qarışdırırsan, hələ vamxodda qoyuram, söndürmürəm. Şirəni də belə elədikcə görürsünüz, halva yağa düşür. Deməli, bu yağ yaxşı düz bişirilib, qədəri düz olub, şirəsi ilə halvanın hökmən resepti dəqiq olmalıdır. Halvada biraz başqa cür olsa, halva alınmayacaq. Qəşəng əlavə gördünüz, elədim, sonra söndürürəm, peçin altından yağa düşdü. Sağ olun, sağlıqla qalın.